Yurdumuzun doğma marketi Araz Supermarketlər şəbəkəsində satılan ətlərin təhlükəsizliyi və keyfiyyətindən müştərilərimiz tam arxayın ola bilərlər. Çünki burada mağazalarımızda satılan ətlər sağlam heyvanlara məxsusdur. Belə ki, heyvanlar kəsimdən öncə peşəkar mütəxəssislər, qəssablar tərəfindən xüsusi həssaslıqla, diqqətlə seçilir. Daha sonra sağlamlıq müayinələrinə cəlb olunur. Yalnız sağlam heyvanlar kəsimə yönəldilir. Kəsim prosesi Binə qəsəbəsi, Şah İsmayıl Xətai küçəsi 78 ünvanında yerləşən 7 saylı heyvan kəsimi məntəqəsində həyata keçirilir. Hansı ki, bu məntəqə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyatından keçən və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən kəsim məntəqəsidir. Kəsim prosesi qida təhlükəsizliyi tələblərinə əməl edilməklə İslami qaydalara uyğun gigiyenik şəraitdə həyata keçirilir və kəsimdən dərhal sonra ətlərdən nümunələr götürülür, laboratoriya şəraitində analizlərə cəlb edilir. Analizlər nəticəsində təhlükəsizliyi və heç bir xəstəlik daşıyıcısı olmadığı təsdiqləndikdən sonra məhsullar Araz Logistika Mərkəzinə göndərilir. Araz Logistika Mərkəzinə gətirildikdən sonra isə ətlərin keyfiyyəti, sənədləri və çəkiləri bir daha yoxlanılır. Daha sonra onlar satış üçün mağazalarımıza ötürülür. Yəni, mağazalarımızda yalnız yüksək keyfiyyətli, qida təhlükəsizliyi tələblərinə uyğun kəsilən halal ətlər müştərilərimizə təqdim olunur. Odur ki, hər kəs ürək rahatlığı ilə Araz ətini alıb nuş edə bilər.